Problem var, problem. Çok sağ olun, möhtəşəmsiz. Sağ olun. Uşaqlar toplanacaq sizlərdə. Bahardır, bir lalaya bax, nərgizə bax, bir gör naxmardır. Həsrətliyəm, gəldi vüsal, vəsli yetişdi. Mən bir qalan, əfsus ki, zirvəm yenə qardır. Həsrətliyəm, gəldi vüsal, vəsli yetişdi. Mən şəxsən bir Neftçalı olaraq festivaldan böyük zövq aldım. Mən də Neftçalı olmasam da zövq aldım. Yaxşı bir alqışlar. Çünki onlar bugün bizim torpağımızdadılar və mən burada Ruslan çox balaca haşiyə çıxacağam. Mən burada Neftçala rayonu icralarda xıllı balığıdır. Xıllı balığını dadmaq mümkün olacaq. Balıqlar buradadır qardaş deyir. Buyurun, alqışlayaq. Hüseyn Vüqar Rasimoğlu. Balıq əkmək hazırlayırıq, türk yeməyirik. İndi inşallah hazırlayarıq. Nuş olar, yersiniz, görərsiniz. Sağ olun, çox sağ olun. İlk dəfədə burada günə hazırlayırıq. Buyurun, özü təqdim edin. Neftçala sakini, yazıcı, publisist Rühəngiz Nəcəfova. Bugün bizim Neftçalamızın tarixində ilk dəfədir ki, festival keçirilir. Bu da əlbəttə ki, Neftçalanın bolluq, bərəkət rəmzi olan balıqla bağlıdır. Və bugünkü balıq festivalı bütün Neftçalalıların, gələn qonaqların hamısının ürəyincədir. Mən bir Neftçalalı kimi böyük fəxarət və qürur hissi keçirəm. Bu festivalı təşkil etdiyinə görə başda rəhbər işçilərə, ümumən bütün Neftçala sakinlərinə dərin təşəkkürümü bildirirəm. Qürur hissi, fəxr və fəxarət hissi keçirtdim. Nə yaxşı ki, bu festival baş tutdu.